Deməli, Ağqoyun dövlət yarandı. 1468-1503-cü illərdə ərazi, deməli, Kürdən cənubdakı Azərbaycan torpaqları, Qərbi İran, Şərqi Gürcistan, ərazilərini əhatə edən ən müddətli dövründə İran körfəzinə qədər uzanmış ərazisi. Paytaxtı Təbriz. Paytaxtı ilk hökmdarı da Uzun Həsən. Uzun Həsən. 1468-1478-ci illərdə hakimiyyət edir. Buna aiddir nə? Demək, Ağqoyun dövləti sübut eləyir və onun yine Ağqoyun yaranır. Cahanşah 1458-ci ildə hara yürüş eləmişdir? Kim əliyəm? Cahanşah. 58-də. Herota. Tutur Heratı. Teymurlar düzdür mü? Bax, Qaraqoyunların sübut eləməsini bəhanə gətirən Əbu Səid yürüş edir Azərbaycana. Məqsəd nədir? Əslində o bir bəhanə gətirmişdir ki, Cahanşah oğulların hakimiyyətini bərpa eləməkdir. Amma əslində onun əsl məqsədi Ağqoyun dövləti tam möhkəmlənməmiş, onu məhv etmək, sübut uğratmaq niyyətində hücum eləmişdir bura. 1468-1469-cu illərdə Muğan ərazisində döyüş baş verir. Və Uzun Həsən Əbu Səidi məğlub edir və o öldürür. Teymurlar həmişə arxa edirlər ki, buraya yürüş edəndə Şirvanşahlar onun müttəfiq kimi çıxış edirlər burada. Amma Uzun Həsən tez tərpənmişdi və Şirvanşahları öz tərəfinə çəkmişdi. Eyni zamanda da həm də Ərdəbil hakimlərini öz tərəfinə çəkmişdi və onların müttəfiq olmuşdu. Və bu döyüşdə həm Ərdəbil hakimləri, həm Şirvanşahlar Uzun Həsənə kömək edirdilər. Əbu Səid əvvəlcə sülh təklif edəsə də Əbu Səid təşəbbüs göstərir və bundan imtina edir. Amma döyüşdə Uzun Həsən onu məğlub edir və öldürür. Və daha sonra 1472-ci ildə Venesiya ilə hərbi ittifaq bağlayır. Bu hərbi ittifaq yönəlmişdir Osmanlıya qarşı. Venesiyalılar Ağqoyunlara odlu silah və mütəxəssis gətirməli edir Avropadan. Və Ağqoyunlara Osmanlılara qarşı rahat odlu silahlar. Sözlərini mi tutmurlar elə bəlli? Sözlərini tutmurlar yoksa? Bilmirəm, də hələlik baş verir, nə bilək? Hələlik bağlı ittifaqı. Venesiyalara inanan deməli Uzun Həsən gedir Qaraman bəyliyinin ərazisinə. Qaraman bəyliyi Araq dəniz sahilində yerləşirdi. Venesiyalar demişlər ki, sonra gəlin, biz də həmən əraziyə öz gəmilərimizlə gəlirik və odlu topları, tüfəkləri, eyni zamanda mütəxəssisləri həmən əraziyə gətiririk. 1472-ci ildə Uzun Həsən deməli Qaraman bəyliyinin ərazisinə gedir. Dənizin qırağında ha gözləyir, Venesiyalar gəlmir. Və bu zaman 1472-ci ildə Osmanlılar bunları yaxalayırlar və Beyşehir döyüşü başlayır. Beyşehir döyüşü Ağqoyunlu dövləti ilə Osmanlı dövləti arasında baş verir və Ağqoyunlular məğlub olurlar. Burada unutduğum bir şeyi vurgulamaq istəyirdim. Nədir bu vurgulamaq istədiyim məsələ? Ağqoyunlulara dövlət kimi aid olan ilk döyüş 1468-ci, 69-da Muğan döyüşü. Qaraqoyunlularda ilk döyüş 1412-də Kür döyüşüydü. Və Beyşehir döyüşünün baş verməsi ilə 1461-də bağlanmış sülh müqaviləsi pozulur. Ağqoyunu və Osmanlı müharibəsinin yeni mərhələsi, ikinci mərhələsi başlayır və ikinci Mehmet 100 minlik qoşunu Azərbaycan arasında yürüş edir. Və bunlar arasında daha iki döyüş 1473-cün avqustun 1-i və 11 avqust. Əvvəlcə Malatya döyüşü Ağqoyunlu və Osmanlı arasında Ağqoyunlu bir də qalib gedir. Daha sonra 11 avqustda baş verən döyüş isə Otluq Beli döyüşü.
burada Ağqoyunlu yenə Osmanlı məsələsi qoşunları Ağqoyunlar burada məğlub oldular. Deməli, bu 31 döyüşündə Osmanlı'nın qələbə qazanmasının səbəbi nə idi? Yeniçərilərin hücum həmlələri, o bu silahların daha yaxşı təsis olmuşlar və onların həmlələrinin nəticəsində Ağqoyunlar məğlub oldular. Və bundan sonra bunlar arasındakı müharibələrə son qoyuldu. 1474